Gördüyünüz bu tikili Mirzə Fətəli Axundovun Tbilisdə yerləşən ev muzeyidir. Mirzə Fətəli Axundov Azərbaycan ədəbiyyatında dramaturgiyanın banisi hesab edilir. Ev muzeyində həmçinin kitabxana da fəaliyyət göstərməkdədir. Kitabxananın fondunda 3000-dən artıq və 6 dildə kitablar mövcuddur. Kitabxanada Azərbaycan və dünya ədəbiyyatına aid klassik və müasir bədii əsərlərə rast gələ bilərsiniz. Kitabxananın əsas məqsədlərindən biri oxucular Azərbaycan ədəbiyyatını daha yaxşı tanıtmaq və eyni zamanda dünya ədəbiyyatının nümunələri ilə yaxından tanış etməkdir. Bizim kitabxana Mirzə Fətəli Axundov evinin nəzdində qurulubdur. Bu kitablar hamısı hədiyyə olunan kitablardır. Kitabın çoxu müəlliflər tərəfdən avtoqraflı kitablardır. Çox bizim üçün dəyərli kitablardır. Oxucularımız 250-dən çoxdur və bizim oxucularımız əsasən tələbələr və şagirdlərdir. 3000-dən artıq fondumuz var və biz çalışırıq yeni də artıraq fondumuzu, daha da genişləndirək. Kitabxanada eyni zamanda saz, toxuculuq və rəsm dərsləri keçirilir. Kitabxananın digər bölməsində Gürcü ədəbiyyatına və Gürcü dilinə tərcümə olunmuş kitablara rast gələ bilərsiniz. ეს ბიბლიოთეკა დაარსდა 3 წლის წინ. ეს მოხდა, როცა გაიხსნა ოფიციალურად ეს შენობა, სადაც გაერთიანებულია ბიბლიოთეკა, საგამოფენო დარბაზი, მუზეუმი, რომელიც ფუნქციონირება და ადრე და ლიტერატურული კაფე. ეს ესე იგი ოფიციალურად ამ ახუნდოვ ჰაუსი დაერქვა ამას და ახუნდოვ ჰაუსის კომპლექსის გახსნა მოხდა 2013 წლის მაისში. დაახლოებით 2500 წიგნია ბიბლიოთეკის ფონდში და აქ წარმოდგენილია ლიტერატურა სხვადასხვა ენებზე. Hal-hazırda Mirzə Fətəli Axundovun ev muzeyində onun əsərlərindəki obrazlardan biri olan Monsieur Jordan adına ədəbi kafedə fəaliyyət göstərməkdədir.